şuur və avtopilot. Niyə biz günün əksəriyyət hissəsini avtopilotda yaşayırıq? Niyə şuur oyanmır? Mənim gözəl xalqım, gözəl millətim, mənim məqsədim nədir soruşsaz, mən deyim. Mən istəyirəm ki, hər kəs insan olduğunun fərqində olsun. Niyə? Çünki bizim içimizdə bir, belə deyək, bir həqiqət var ki, təkamül keçib. Bax, amöbadan tutmuş hər bir canlının həyatını yaşayaraq bu günə gəlib çıxmış içimizdə bir həqiqət parçası var. Biz özümüzü şuurlu olaraq fərqində olmayanda, fərq eləməyəndə o bizi yaşadmaq üçün bütün öz resurslarından istifadə edir, həyatda saxlamaq üçün. Çünki o bizi yaşadır. Sən elə bilirsən ki, sənsən, sən yoxsan. Sən insan olduğun fərqində deyilsən. O yaşadır. O bütün sistemə hakimdir. Və o da bizi, bax, məhz belə deyək, qənaət rejimində işlətmək üçün məcburdur ki, bax, bu bizim prefrontal korteks dediyimiz, bax, bu hissəyə müəyyən hərəkət və davranışlarımızı ora qeydiyyatına aparır və sonunda qalan ömrümüzü də enerji israf eləmədən o hərəkətləri biz eləyirik. Yəni, mən sənə sübut edirəm ki, bax, nə istəyirsən sən and içim, 4 balamın canından içirəm ki, sən avtomobil sürmürsən. Sənin avtomobildə xəbərin yoxdur. Avtomobili beyin idarə edir. Artıq neyronlar arasında əlaqədir. Bəli, sən oturursan rolun dalına, başlayırsan telefon atırsan qulağına, danışırsan. Nə bilim, sən velosiped sürmürsən. Sən bizə nə vaxt şuurlu sürürdün? Təzə öyrənəndə, hay Allah, hay Allah, hay Allah, yavaş, yavaş, onda, şuurlu onda olur. Qalan iki neyron arasında əlaqə yarandı. Sigaret çəkdirmək kimi bir şeydir avtomobil sürmək. İki neyron arasında vərdiş, əlaqə. Bəli, mən istəyirəmsə, sən şuurlu yaşasan. Şuurlu bilirsən nə deməkdir? Bax, bir gülü iynəyirsən. Bax, həyatda elə ki, bu gülü iynəyəndə bir iyi alırsan. Bax, şuurlu yaşamaq, bax, gördüyün bu həyatı, bax, elə yaşamaq deməkdir. Amma indi elə deyilsən, indi elə yaşamırsan və düşünə də bilmirsən. Düşünən insan, şuurlu insan, başqa bir insana o, bax, cinsi əlaqədə olmağı söyüş kimi istifadə eləməz ki, səni belə-belə eləyim. Bəli, eləməz. İnsan bunu eləməz. İnsan fərqində olanda. Niyə? Çünki belə düşürəcək ki, mən də atam anamı o cür eləyib də, mən bunu niyə söyüş kimi istifadə edirəm? Başqa şey eləməyib ki, mən bunu necə söyüş kimi istifadə edirəm? Bu insan olmağın artıq göstəricisidir. İnsan insanı öldürməz. Heç vaxt öldürməz. İnsan insanı təhqir eləməz. Çünki insan heç kimdə səhv axtarmır. Özü ilə savaşdadır. Və insanlığa belə məni kimi faydalı olmağa çalışır. Vəssalam, mən ona görə istəyirəm ki, oyanasın. İstəyirəm ki, bax, əxlaq, tərbiyə, nə bilim, bu hamısı oradan, o insan olduğunu fərq eləyəndə artıq sən başqasını deyib axtarmırsan, dönürsən içmə. İnsan olsan, hər şey öz yerini tutacaq. İş orasındadır ki, bax, o avtopilot rejimində işləyən beynin də komandası altında insan olmaq mümkündür. Robot kimi maşın sürürsən, robot. Bütün hərəkət və davranışları şuursuzdur. Beyin tərəfindən icra olunur. Bəs niyə beyin şuur oyanmır? Çünki sən ona sahib çıxmamısan. Enerji qənaəti. Və düşünməklə, bax, düşünməklə fizika, ona görə beyin avtopilotda işləyir. Məhz buna görə ki, düşünmək bu qədər enerji aparır. Bu qədər. Gör, buna görə avtopilotda işləyir. Bax, zehnin mərk və əzələ aktivləşməsi. Cleveland Clinic təcrübəsi. 2000-ci illərdə aparılan bir araşdırmada iştirakçılar iki qrupa bölündü. Birinci qrup barmaqlarını fiziki olaraq hərəkət etdirirdi. İkinci qrup isə hərəkəti sadəcə təsəvvür edirdi. Nəticə necə olsa yaxşıdır. Sadəcə düşünmək məşq edənlərin əzələ gücü təxminən 10-15% artdı. Fiziki məşq edənləri isə artımı cəmi 30% idi. Nəticə belə idi. Beyin real hərəkətlə təsəvvür edilən hərəkət arasında çox da böyük fərq görmür. Motor korteks aktivləşir. Yəni, hərəkət elətdirən hissə. Bir şeyi düşünməklə hərəkət eləməyin enerjisi demək olar ki, eynidir. Ona görə beyin avtopilotda işləyir ki, əziz qardaşım, əziz bacım, sən düşünməyəsən ki, enerji israfı çox olmasın. Bu niyə belədir, yaxşı? Bizim qədim babalarımız sutkada bir dəfə, el olub 3 sutkada bir dəfə qida tapıb yiyiblər. Çünki həyatda başqa bir şey olmayıb. Bu günlər eləmişsiniz bolluqdur. Bu süni yaranmış qidalar sayəsində bolluqdur. Yəni, qida çatışmazlığına görə beyin belə proqramlanıb ki, yəni bir çox hərəkətləri sənin, bax, sənin avtomobil sürməyin şuurludur. Sən avtomobil nə vaxt sürürsən şuurlu. Sən təsəvvür ki, Şəkidən oturursan rula, gəlirsən, çatırsan Bakıya. Bütün yol boyunca yalındakı ilə söhbət eləyirsən, ya nə bilim, bir sözdən şuur yoxdur orada, avtopilotdasan. Gəlsən məhləyə, indi maşını daldalı verirsən axı. Birinci dəfədir bu hərəkət, çünki həmişə sən saxlayan yerdə başqası saxlayıb, başqa yerə verirsən, vərdiş eləmədiyin bir şey. Bax, onda şuurlu olursan. Sən təsəvvür 4 saat ərzində sən 4 saatı yaşamadın qardaşım, qala verəndə
3 dəqiqə dala verəndə sən yaşadın, şuurlu oldun. Bu 3 dəqiqə sənin yadında qalır, amma 4 saatdan sənin xəbərin yoxdur. Onu sən yaşamamısan. Avtopilotda yaşamısan. Bu qədər sadə. Var olun, oyanın, oyanın, oyanın.